Salam dostlar, bugünkü dərsimiz şəkildə də gördüyünüz kimi dövlət ərazisi, məhəlli sular, iqtisadi zona, açıq dəniz haqqında olacaq. Gəlin başlayaq. Deməli, birinci baxaq görək dövlətin ərazisi deyəndə nə nəzərdə tutulur. Dövlətin ərazisi dövlətə məxsus olan quru sahəsi, su sahəsi, gördüyünüz kimi quru sahəsi, su sahəsi, yerin təki və hava sahəsi olacaqdır. Quru sahəsi deyəndə dövlətin materikdə və yaxud da varsa da ada və arxipelagda olan hissəsi nəzərdə tutulur. Məsələn, misal çəkək Kanadanı. Kanadanın materikdə olan hissəsi və arxipelagda olan hissəsi onun quru sahəsi hesab olunacaqdır. Su sahəsi deyəndə onlar da bölünür. Quru suları, yəni ölkənin çayları, gölləri, bataqlıqları, yeraltı suları və buzlaqları, bir də daxili suları, yəni milli sular da adlana bilər bunlar. Daxili sular deyəndə nə nəzərdə tutulacaqdır? Maksimal qabarma çəkilmə zonası ilə yanaşı dövlətin ərazisi ilə əhatə edilmiş, girişi təqribən 24 mil. 24 mildə 44,4 kilometrdir ki, bu ərazi, yəni daxili sular 44,4 kilometrdən az olan və yaxud da tarixən dövlətin ərazisi kimi hesab olunan dənizlər, körfəzlər məhz daxili sulara aid ediləcək. Məsələn, deyək ki, Ağdənizdir, Karadır, Laptevlərdir, Şərqi Sibirdir, Çukotdur. Bunlar Rusiyanın daxili sularına aid edilmiş olacaqlar. Tarixən çünki onların ərazisi kimi hesab edilmiş olacaqdır. Daxili sulardan sonra təyin edilən 12 millik ərazi məhəlli sular hesab olunur. Bu da 22,2 kilometrlik ərazini əhatə etmiş olacaqdır məhəlli sular. Və məhəlli suların sərhəddindən hardasa 200 millik ərazi, yəni o da 370 kilometr edir ki, bu isə iqtisadi zona, yəni xüsusi iqtisadi zona adlanacaqdır. İqtisadi zona ilə bağlı onu deyə bilərik ki, buranın təbii sərvətlərinin istismarı, süni ada və qurğuların yaradılması, istifadəsi, dənizdə elmi tədqiqatların aparılması, hüquqları sahiliyanı ölkələrə məxsus olsa da, nəqliyyat kommunikasiya, yəni gəmiçilikdir, uçuş sistemidir, kabeldir, boru kəmər çəkilişidir, orada hüquqları sahiliyanı ölkələrin biraz azdır. Xüsusi iqtisadi zona dövlətin suveren ərazisi hesab olunmur, amma məhəlli sular isə dövlətin ərazisi hesab edilmiş olacaqdır. Artıq gəldik iqtisadi zonadan sonra açıq dəniz neytral zonaya. Deməli, sahilyanı dövlətlərin xüsusi iqtisadi zonaya daxil olmayan dəniz akvatoriyası artıq açıq dəniz, yəni neytral zona adlanacaqdır. Burada iqtisadi və hərbi və digər fəaliyyət növləri sahilyanı və materik daxili dövlətlər tərəfindən aparılır, beynəlxalq hüquqi normalar əsasında tənzimlənir. Dövlət sərhəddindən kənarda olan dəniz, hava və kosmik gəmilər beynəlxalq ərazilərdə yerləşən süni adalar, boru kəmərləri, qurğu və avadanlıqlar dövlətin şərti ərazisi sayılır. Yəni tam ərazisi yox, şərti ərazisi sayılmış olacaqdır. Bir də onu qeyd etmək istəyirəm ki, bir dəniz mili 1852 metrdir. Bir dəniz mili 1852 metr hesab edilmiş olacaqdır. Sonra gördüyünüz kimi yerin təki deyəndə də yerin quru sahəsinin altı və su sahəsinin altı nəzərdə tutulur. Hava sahəsi deyəndə də quru və suyun üstü nəzərdə tutulmuş olacaqdır. Ümid edirəm ki, bu hissədə qaranlıq qalan bir məqam yoxdur. Daha sonra keçəcək ki, ölkələrin mövqeyi. Yəni, ölkələrin mövqeyi neçə yerə bölünür? 3 yerə bölünmüş olacaqdır. Ölkələrin var mikro mövqeyi, qeyd eləyək, ölkənin mikro mövqeyi var. Mezo mövqeyi var və bir də makro mövqeyi vardır. İndi birinci baxaq görək, ölkənin mikro mövqeyi nəyə deyilir? Ölkənin qonşularına münasibətdə mövqeyinə biz mikro mövqeyi deyəcəyik. Yəni, sərhəddində olan ölkələrə nisbətən onun dəyərləndirilməsi mikro mövqeyidir. Məsələn, ölkəmizə baxsaq, respublikamızın sərhəddində hansı ölkələr vardır? Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran. Bu qonşu ölkələrə görə bizim həmsərhəd ölkələrimizə nisbətən yerləşməyimiz bizim mikro mövqeyimiz hesab olunmuş olacaqdır. Mezo mövqeyi deyəndə regiondakı ölkələrə nisbətən yerləşməyimizdir. Məsələn, region olaraq biz Cənub-Qərbi Asiya regionunda, Qafqaz regionunda yerləşmiş olacaq. Region ölkələrinə nisbətən yerləşməyimiz artıq bizim mezo mövqeyimiz hesab edilmiş olacaqdır. Bir də var artıq makro mövqeyimiz. Bu da dünyada
Yəni dünya ölkələrinə nisbətən bizim yerləşmə mövqeyimiz artıq bizim makro mövqeyimiz olacaqdır. Belə. Məsələn, Azərbaycan Respublikasının mikro mövqeyi deyəndə artıq biz qeyd eləyəcəyik ki, quru sərhəddimizdə hansı ölkələrimiz oldu. Mezo mövqeyi deyəndə, məsələn, tutaq ki, Cənub-Qərbi Asiyada və yaxud da ki, Şərqi Avropa ya da Mərkəzi Asiya dövlətləri ilə həmsərhəd olan ərazilərdə bizim mövqeyimizi nəzərdə tuturuq. Dünyada da artıq mövqeyimiz, dünya ölkələrinə nisbətən mövqeyimiz isə bizim artıq nə mövqeyimiz olacaq? Makro mövqeyimiz olmuş olacaqdır. Mövqeyimizin dəyərləndirməsi də bu qədər. Yəni, ölkələrin həm ərazisi haqqında təsnifatını, həm məhəlli sular, iqtisadi zona, açıq dəniz, həm də mövqe haqqında təsnifatını dedik. İndi keçəcəyik hansı ölkələr, məsələn, testlərdə daha çox göstərilir ki, bu ölkələr hansılar, məsələn, ada ölkəsidir, hansılar arxipelaq ölkəsidir, hansı ölkələrdə tutaq ki, hər hansısa bir ada hansı ölkələrə məxsusdur, bunlar haqqında danışaq. Başlayaq. Birinci başlayaq ada ölkələrinə. Məsələn, Böyük Britaniya ada ölkəsidir. Onun yeganə quru sərhəddi olan ölkəsi, yəni qonşusunda yerləşən ölkə İrlandiya, o da ada ölkəsi hesab olunacaqdır. Sonra Şimali Avropa regionunda İslandiya ada ölkəsi hesab olunur. Cənubi Avropada yerləşən Malta ada ölkəsidir. Kipr ada dövlətidir. Eynən Afrikanın sərhədində yerləşən Madagaskar ada dövləti hesab olunacaq. Mərkəzi Amerika regionunda Kubadır, Haitidir, Yamaikadır. Onun gördüyünüz kimi burada görün nə qədər, məsələn, Saint Kitts'də Nevis'dir, Granadadır. Sonra burada Mərkəzi Amerika regionunda çoxlu ada dövlətləri var. Dominikadır, Barbadosdur, Granadadır, eynən Trinidad və Tobagodur. Bunlar ada dövlətləri olmuş olacaqlar. Sonra qeyd eləyə bilərik, məsələn, Cənubi Asiya regionunda yerləşən Şri-Lanka ada dövlətidir. Sonra, məsələn, Cənub-Qərbi Asiyada Bəhreyn var ki, o da ada dövlətidir. Beton bəndlər vasitəsilə Ərəbistan yarımadasına birləşdirilmişdir. Cənub-Şərqi Asiyada, baxın, burada balaca bir Singapur var ki, o da ada dövləti hesab olunmuş oldu. Sonra qeyd eləyək ki, bizdə, məsələn, hansı adalardır ki, onlarda iki dövlət ərazisi var. Məsələn, gördüyünüz kimi, baxın, burada Haiti. Haiti adasında həm Dominikan, həm də ki, Dominikan Respublikası ilə bərabər Haiti də yerləşmiş olacaqdır. Sonra qeyd eləyə bilərik ki, məsələn, 3 dənə ölkənin yerləşdiyi Borneo, Kalimantan adası. Burada həm İndoneziya, həm Malayziya, həm də ki, deməli, Brunei yerləşmiş olacaqdır ki, onlar Kalimantanda yerləşən ölkələrdir. Yəni, bir ada, Kalimantan, Borneo adasında 3 dənə dövlətin ərazisi vardır. Bunu da qeyd etdik, İndoneziya, Malayziya və Brunei. Qeyd eləyəcək indi, məsələn, tutaq ki, Yeni Qvineya. Yeni Qvineyanın özündə də bir hissə İndoneziyaya aiddir, bir hissəsi də Papua Yeni Qvineyaya aid edilən ada dövləti hesab olundu. Timor adaları, Timor adasında bir hissəsi İndoneziya, bir hissəsi isə Timor-Leştiyə aid olmuş olacaqdır. Şərqi Timor olacaq, paytaxtda Timor-Leşti olmuş olacaqdır. Yəni, Timor-Leşti dilidir, paytaxtı daha doğrusu. Sonra keçəcək, deyək, məsələn, tutaq ki, İrlandiya adası. İrlandiya adasında gördüyünüz kimi bir hissə Böyük Britaniyaya, bir hissəsi İrlandiyaya aiddir. Ona görə İrlandiyada iki dövlət yerləşir və Böyük Britaniyanın bir dənə quru sərhəddə olan ölkə İrlandiya olmuş olacaqdır. Sonra qeyd eləyəcək, məsələn, odlu torpaq. Odlu torpağın bir hissəsi Çiliyə, bir hissəsi isə Argentinaya aid olan ada dövləti olmuş olacaqdır. Ərazisi indi baxaq görək hansı ölkələrin yarımadada yerləşir. Məsələn, Pirney yarımadasında yerləşən dövlət gördüyünüz kimi, baxın, bu hissədə Portuqaliya, İspaniya, burada da kiçik bir cırtdan dövlət var ki, o da Andorra olmuş olacaqdır. Sonra qeyd edəcək, məsələn, Skandinaviya yarımadasında yerləşən ölkələr, ona Norveç və İsveç aid edilmiş olacaqdır. Jutlandiyada, yəni Jutlandiya yarımadasında yerləşən dövlətlər isə Danimarka və Almaniyanın bir hissəsi yerləşəcəkdir. Kiçik Asiya yarımadasında yerləşəcəkdir Türkiyə dövləti.
Ərəbistan yarımadasında çoxlu ölkələr saya bilərik biz buraya. Səudiyyə Ərəbistandır, Yəməndir, Omandır, Birləşmiş Ərəb Əmirlikləridir, Qətərdir. Bunları qeyd eləyəcəyik. Balkan ölkələri eynən onlar da yarımada dövlətləri hesab olunacaqlar. Balkan ölkələrinə biz Yunanistandır, Şimali Makedoniyadır, Albaniyadır, sonra Montenegro ərazisidir, Bosna-Hersegovina ərazisidir ki, onları qeyd eləyə bilərik. Serbiyanın müəyyən hissələri məhz Balkan yarımadasında yerləşmiş olacaqdır. Sonra qeyd eləyəcək məsələn Hindçin yarımadası ölkələrini, məsələn Vyetnamdır, Laosdur, Kambocadır, Taylanddır ki, onlar Hindçin yarımadasında yerləşən ölkələrdir. Koreya yarımadasında da Şimali və Cənubi Koreya ölkələri yerləşəcəkdir. Hindistan yarımadasında da Hindistan yerləşmiş olacaq. Bu da yarımada dövlətləri. İndi bir də var arxipelaq ölkələri. Arxipelaq nə idi? Çoxlu adalar qrupunun bir-birinə yaxın yerləşən adalar qrupuna arxipelaq deyilmiş olacaqdır. Arxipelaq ölkələrinə Şərqi Asiya regionunda yerləşən Yaponiyanı qeyd eləyəcək. Cənub-Şərqi Asiya regionunda olan İndoneziyanı və Filippini qeyd eləyəcək. Eynən Mərkəzi Amerika regionunda Baham adaları arxipelaq ölkəsi hesab olunmuş olacaqdır. İndi bizim bəzi ölkələrimiz var ki, onlar da dağlıq relyefə, hündür relyefə malikdir. Məsələn, Asiya regionunda, Mərkəzi Asiyada Nepaldır, Butandır, sonra Əfqanistandır. Sonra qeyd eləyə bilərik Tacikistandır, Qırğızıstandır, Asiya regionunun dağlıq ölkələridirlər. Sonra məsələn Avropada biz dağlıq ölkələr İsveçrəni qeyd eləyəcəyik. Eynən Albaniyanı qeyd eləyəcək, Avstriyanı qeyd eləyəcək ki, onlar da dağlıq ölkədir. Eynən Lichtenstein, o da Alp dağları, Lichtenstein ərazisində də yerləşəcəkdir, dağlıq ölkə olacaqdır. Bir də ki, Skandinaviya dağlarının yerləşdiyi Norveç, o da dağlıq ölkələr sırasında olacaqdır. Keçək Amerika qitəsində dağlıq ölkələr, biz onlara Meksikanı qeyd eləyəcək, Latın Amerikası regionunda, eynən Latın Amerikası, Cənubi Amerika materikində yerləşən Perudur, Boliviyadır, Çilidir, Ekvadordur. Bunlar da dağlıq ölkələr hesab olunurlar. Bir də bizim materik daxili ölkələr var. Materik daxili ölkələrdə onlardır ki, onların birbaşa okeana çıxışı yoxdur. Məsələn, Cənubi Amerikada Paragvay və Boliviyanın birbaşa okeana çıxışı yoxdur və materik daxili ölkələrdirlər. Məsələn, keçək Afrika regionunda Malidir, Nigerdir, Çaddır, onların başqa qeyd eləyə bilərik bu ərazidə Mərkəzi Afrika Respublikasıdır, Efiopiyadır, Cənubi Sudandır. Gördüyünüz kimi Cənubi Sudanın da çıxışı olmayacaqdır. Burkina Faso'dur, Ugandadır, Ruandadır, Burundidir, Zambiya, Zimbabwe, Botswana'dır ki, onun da çıxışı olmayacaqdır Afrika regionunda. Sonra Lesotho'dur ki, o da biz bilirik ki, anklav ölkədir. Cənubi Afrika Respublikasının sərhədləri daxilində yerləşən anklav ölkə hesab olunur. Tamamilə bir ölkə ilə əhatə olunmuşdur Lesotho. Sonra keçək Avropa regionunda həm Lüksemburqdur, həm Lichtensteindir, həm İsveçrə, Avstriya, Macaristan, Çexiya, Slovakiya, Sloveniya, Slovakiya, bəli. Amma Sloveniya yox. Sloveniyanın çıxışı olacaqdır. Baxın, Sloveniyanın çıxışı olacaq, Slovakiyanın çıxışı olmayacaqdır. Bir də Serbiyadır, Moldovadır, Belarusiyadır. Onların çıxışı neyniyir? Okeana yoxdur. Və bunlar materik daxili ölkələr hesab olunur. Sonra qeyd eləyəcək, məsələn, Asiya qitəsində yerləşən materik daxili ölkələr. Məsələn, elə özümüz Azərbaycandır, Ermənistandır, materik daxili ölkə hesab olunacaq. Cənub-Şərqi Asiyada, Hindçin yarımadasında materik daxili ölkə Laosdur. Digərlərinin hamısının çıxışı var, bir dənə Laosun orada çıxışı yoxdur. Ən böyük materik daxili ölkə Qazaxıstandır. İkinci ən böyük materik daxili ölkə Monqolistan hesab olunacaqdır. Sonra Özbəkistandır, Qırğızıstandır, Tacikistandır, Əfqanistandır, Türkmenistandır ki, bunların heç birinin birbaşa okeana çıxışı olmadığına görə materik daxili ölkə hesab olunurlar. Onu da əlavə olaraq qeyd eləyək ki, həm Özbəkistan, həm də baxın bu hissdə
Avstriya və İsveçrə sərhəddində yerləşən Liechtenstein. Bunlar iki qat materik daxil ölkələrdir. Bu nə deməkdir? Yəni ölkənin nə özünün çıxışı yoxdur, nə də sərhəddində qonşu olduğu ölkələrin də birbaşa okeana çıxışı yoxdur. Məsələn, gördüyünüz kimi Liechtenstein Avstriya və İsveçrə sərhəddində, İsveçrə və Avstriya sərhəddində yerləşir və nə İsveçrənin, nə də Avstriyanın dünya okeanına birbaşa çıxışı yoxdur. Eynən də Özbəkistan sərhəddində yerləşən heç bir ölkənin, yəni nə Afqanistan, nə Tacikistan, nə tutaq ki, Qazaxıstan, Türkmənistan heç birinin birbaşa dünya okeanına çıxışı olmadığına görə bu ölkədə, yəni Özbəkistan da iki qat materik daxili ölkə hesab olunur. Bir də qeyd edirik, Özbəkistan və Liechtenstein bunlar iki qat materik daxili ölkələr hesab olundular. Belə dostlar. Ada dövlətlərinə biz bir də misal çəkə bilərik. Təbii ki, Yeni Zelandiyada ada dövləti hesab olunacaqdır. Belə, dərsimiz bundan ibarətdir. Ölkələr haqqında məlumat verdik. Bu qədər. Növbəti dərsimizdə isə ölkələrin idarə etmə formaları və inzibati ərazi quruluşları haqqında danışacağıq. Sağ olun, hələlik.